Bugün İsmayıl rayonunda tanınmış ziyalı Rayon Ağsaqqallar Şurasının üzvü Aslan Aslanovun 70 illik yubileyi qeyd olunub. Tədbirdə onun ailə üzvləri, dostları, sinif yoldaşları və yaxınları iştirak ediblər. Tədbirin açılışından öncə Aslan müəllim iştirakçıları müəllifi olduğu Məzəli əhvalatlar adlanan lətifələr toplusu və haqqında İsmayıllı xəbərləri qəzetinin geniş yazı dərc olunmuş nömrəsini təqdim edib. Aslan Aslanov çıxış edərək yubiley münasibəti ilə onunla görüşə gələn qonaqlara təşəkkürünü bildirib. Onun bu əlamətdar gündə tək qoymadıqlarına görə hər kəsə minnətdarlığını bildirib. Digər çıxış edənlər Aslan müəllimin uzun illər ərzində rayonda müxtəlif idarə və təşkilatların aparıcı vəzifələrində çalışıb və hörmət qazanmasından, onun nümunəvi ziyalı və onu gözəl ailə başçısı kimi tanıdıqlarından söz açdılar. Xüsusi önəm verən Rayon Mədəniyyət Mərkəzi musiqiçilərinin bir qrupunun təqdim etdiyi konsert proqramı iştirakçılara, eləcə də yubileyara xoş ovqat bəxş edib. 70 yaş az yaş deyil. Bir iş var ki 70 yaşın içində əməllər dayanır. O əməllərin mənfisi də olur, müsbəti də. 70 il əvvəl Aslan Əliyar müəllimin ailəsində dünyaya gəlib. Bu 70 ilini el arasında keçiribdi. El arasında böyük hörməti var. Mən çox xoşbəxtəm ki, mən bu kişinin evladıyam. Onunla qürur duyuram. Cəmilə Nəsir qızı, Rafiq Əsənov, Elçin Məlikov bugün informasiya proqramı üçün.